Bakı Biznes Universitetinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirində çəkilən görüntülər sosial şəbəkələrdə tənqid olunur. Belə ki, tələbələrin müğənni Kəmalə Günəşlini parodiya etməsi birmənalı qarşılanmayıb. Bu cür bayağı nümunənin ali təhsil ocağına yaraşmadığı vurğulanıb. Qlobal İnfoza danışan sabiq təhsil naziri Misir Mərdanov deyib ki, həm universitetlərdə, həm də digər təhsil müəssisələrində tələbələri əyləndirmək üçün kifayət qədər məkan və üsullar var. Stat, bayağı bir artistin hansısa təhsil ocağına gəlib tələbələrin qarşısında özünü nümayiş etdirməsi müsbət nəsə qazandırmır. Bunlar biabırçılıqdan başqa bir şey deyil. Həmin adamlar təhsil ocaqlarına, efirlərə çıxdıqca tələbələr də onları parodiya edirlər. Bu daha dəhşətlidir. Sabiq nazir ailələri də günahlandırıb. Valideyn uşaqlarından məlumatlı olmalıdır. Təhsil ocağının günahı yoxdur demirəm. Lakin əsas məsuliyyət valideynin üzərinə düşür. Hər şeyin bir ölçüsü var. Əndazədən kənara çıxmaq olmaz. Təəssüf ki, milli dəyərlərimiz zamanla itirilir. Burada televiziya və sosial şəbəkələrin rolu böyükdür. Cəmiyyətin əxlaqına, mentalitetimizə, mədəniyyətimizə zidd olan görüntülər efirlərdən kənarlaşdırılmalıdır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.